Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri və yessir li əmri və hlul uqdeten min lisani yefqahu qavli. Allahın sifətləri haqqında söhbət etdik və qeyd etdik ki, sifətlərin təsnifatından bəhs etdik və qeyd olundu ki, sübuti sifətlər, Allahın sifətləri haqqında fikirləşdikdə, düşündükdə biz eyni səviyyədə sifətlərə baxmamalıyıq və bunun da nəticələri var ki, söhbətlərimiz davam etdikcə o nəticələri biz əldə edəcəyik. Qeyd olundu ki, Allahın sifətlərinin təsnifatı haqqında bəhs etdikdə sübuti sifətlər və səlbi sifətləri bir-birindən ayırmağımız lazımdır. Həmçinin zati və feili sifətlərindən zati və feili sifətləri bir-birindən fərqləndirmək zəruridir. Yəni, bu məsələ önəmli bir məsələdir. Biz bu təsnifat haqqında söhbət etdik və nümunələrini də qeyd etdik ki, hansı sifətlər zati sifətlər və sübuti sifətlər dairəsinə daxildir və hansı sifətlər də həmçinin səlbi və feili sifətlər və bir qism sifətlər də səlbi sifətlər dairəsinə daxildir. Amma bugünkü söhbətimdə mən istərdim yeni bir mövzu ilə Allahın sifətləri haqqında çıxış edim, yəni yeni bir mövzu ilə mövzu haqqında söhbət edim. O da bundan ibarətdir ki, ümumiyyətlə biz bu sifətlər haqqındakı danışırıq, görəsən sual verilə bilər ki, biz bu sifətlər, Allahın sifətləri haqqında dərk əldə edə bilərikmi? Allahın sifətlərini düşünə bilərikmi? Allahın sifətləri haqqında fikirləşə bilərikmi? Yəni, təbii ki, insan ağlı Allahın varlığı insan ağlının fövqündə dayanır. Yəni, insan ağlı kiçik bir dairə. Yəni, kiçik dedikdə, kiçik də demək olmaz. Yəni, xüsusi, özünə məxsus bir çərçivəyə məxsusdur. Belə demək olmaz ki, insan ağlı bütün şeyləri dərk edir. Mən bunu ilk söhbətlərimdə də qeyd etmişdim. Fitri mərifət haqqında bir söhbət etdikdə, fitri mərifətin özəlliklərindən danışdıqda qeyd etdik ki, fitri mərifət özəlliyi və üstünlüyü və yüksək cəhəti bundan ibarətdir ki, ağlın dərk etmədiyi məsələləri fitri mərifət dərk edə bilir. Ona görə ağlın dərk etmədiyi məsələlər dedikdə başa düşünülür ki, deməli, bəzi bir qism məsələlər var ki, ağıl onları dərk edə bilməz. İndi görəsən, Allahın sifətləri ağlın dərk etmədiyi məsələlərdən sayılır, yoxsa ağıl bu sifətlər haqqında dərk edə bilər, bu sifətlər haqqında söhbət edə bilər. Biz Quran, ayə və ağlın özünə müraciət etdikdə əqli dəlillərlə nəticə alırıq ki, bəli, Allahın sifətləri haqqında bir söhbət edə bilərik. Əlbəttə, bu mövzu nəyə görə hallanır? Yəni, görəsən, bu mövzunun yeri var, yoxsa yox? Çünki müxalif fikirlər mövcuddur. Mən qısa və konkret istəmirəm. O firqələr və hardasa məzhəblər elminə aid olduğuna görə mən istəmirəm çox dərinə gedim və keçən söhbətlərimdə də bir işarələr edirəm ki, həm məlumatımız olsun və həm də məsələyə daxil ola bilək, məsələyə giriş edə bilək ki, nəyə görə bu məsələlər mövcud, nəyə görə bu məsələlər haqqında söhbət edirik. Yəni, biz firqələr elmində də mövcuddur ki, ümumiyyətlə Allahın sifətləri haqqında böyük ixtilaflar mövcuddur kəlamçılar arasında. Ona görə bir qism kəlamçılar belə düşünürlər ki, biz Allahın sifətləri haqqında heç bir düşüncəyə malik deyilik, biz Allahın sifətləri haqqında düşünə bilmərik. Bu, hardasa tamamilə ifrat bir düşüncədir, digər bir ifrat düşüncə bundan ibarətdir, tamamilə bu fikrin qarşısındakı biz Allahın sifətlərini dərk edə bilərik. Çünki Allahın sifətləri insan sifətlərindən heç də fərqi yoxdur. Yəni, necə ki, biz özümüzdə alim, elm sifətini qeyd edirik. Biz öz sifətlərimizin içərisində elm, qüdrət, dirilik, canlılıq, bu sifətləri necə ki, dərk edirik, eyni ilə biz bunu Allah haqqında da düşünə bilərik. Bu, tamamilə iki ifrat düşüncədir ki, bir tərəfdən Allahı tamamilə insanlaşdırır, bir tərəfdən də o qədər yüksəkdə saxlayır ki, tamamilə insan dərkindən kənara çıxır, insan onu dərk edə bilməz. Amma lakin bu belə deyil. Yəni, biz Allahı düşünə bilirik, lakin bu düşüncəmiz tamamilə Allahı insanlaşdırmır. Yəni, biz antropomorfizm nəzəriyyə və yaxud da qarşılıqlı agnostisizm təfəkkürləri ki var, bunlar iki ifrat təfəkkürdür. Biz nə antropomorfizm və yaxud nə agnostisizm təfəkkürünə ayə və rəvayətlərə görə varmırıq və qəbul etmirik. Yenə də deyirəm, bu dəlillər həm əqli olaraq və həm ayə və rəvayətlərdə qeyd olunur ki, biz bu sifətləri düşünə bilərik, dərk edə bilərik. Amma mən bugünkü söhbətimdə qeyd etmək istərdim ki,
hansı səbəb və nümunələrə görə? Yəni biz ümumiyyətlə Allahın sifətlərinə əgər diqqət etsəniz, qeyd olunub ki, Allahın sifətlərini tanımağın mümkünlüyü, bəli, biz Allahın sifətlərini tanıya bilərik. Amma hansı səbəblərə görə? Mən istərdim burada bir məlumat, yəni qeyd edim, həm əqli nöqteyi nəzərdən və həm ayə və rəvayətlərə baxaq. Yəni görək ki, ayə və rəvayətlər bizə imkan yaradır Allahın sifətlərini dərk etməyə, yoxsa yox? İlk öncə birinci olaraq mən əqli bir dəlilə işarə edirəm ki, bəli, ağıl Allahın sifətlərini dərk edə bilər və bu dərkində nə antropomorfizm, nə Allahı insanlaşdırır və nə də Allahı tamamilə o qədər yüksəkdə saxlayır ki, insan dərkinə daxil olmasın. Yəni bu iki ifrat nəzəriyyədən, iki ifrat fərziyyədən biz çıxa bilərik, biz iki ifrat nəzəriyyədən xilas ola bilərik əqli düşüncəmizlə və nəticə etibarilə Allahın sifətlərini tanımaq olar. Bu nədən ibarətdir? Bundan ibarətdir ki, ümumiyyətlə ağlın xassələrindən biri bundan ibarətdir ki, ağıl tamamilə hər hansısa bir şeyi digər bir şeydən ayıra bilir və yaxud hər hansısa bir şeyi birləşdirə bilir. Yəni buna terminologiyada təfriq və təfsil də bəzən deyilir, kəlamçılar bu ibarə ilə işlədir. Təfriq və təfsil, yəni hər hansısa bir şeyi ayırır və hər hansısa bir şeyi birləşdirir və külli və ümumi bir anlayışa sahib ola bilir ağıl. Biz bir var ki, deyirik Əli, Həsən, Hüseyn şəxs adları ilə predmet və nümunələrə işarə edirik. Bir də var deyirik insan. İnsan anlayışı ağlın işidir ki, ağıl bu şəxslərə baxıb onlardan insan anlayışını dərk edir, iqtibas edir. Bu ağlın xassəsidir. Yəni bu haqda bu fəlsəfi, əlbəttə məntiq anlayışında fəlsəfi düşüncəyə aiddir. Bunu öz məqamında da sübut edirlər və nəticə alırlar. Mən sadəcə düşünmək üçün lazımı qədər, yəni izah üçün lazımı qədər qeyd edirəm, ağıl belə bir xassəyə malikdir. Həmçinin də Allahın sifətləri haqqında, Allahın sifətləri haqqında da biz bəyan etdikdə görürük ki, ağıl bu qüdrətə, bu qüvvəyə malikdir ki, insanda olan sifətləri insani sifətlər kimi Allaha yox, əksinə, yəni o sifətləri, insanda olan sifətləri, nəqs və qüsurlarını ayırıb kamil şəkildə Allaha isnad versin. Bu ağlın imkanındadır. Əgər bu ağlın imkanındadırsa, deməli Allahın sifətlərini biz dərk edə bilirik. Necə dərk edirik? İnsanda olan sifətlərdən qüsurları və nöqsanlı cəhətlərini ayırıb kamil cəhətini biz Allaha isnad veririk. Misal olaraq biz elm sifətini qeyd edək. Allahda elm sifəti mövcuddur. Allah alimdir. İnsanlar da alim ola bilir, elmə yələnə bilirlər, güc sahibi ola bilirlər. Lakin görəsən Allahda olan elm və güc insanda olan elm və güclə bərabərdir. Xeyr, qəti şəkildə şübhəsiz ki, bu bərabər deyil. Amma fərqi nədən ibarətdir? Fərqi nöqsan və qüsurlu və kamil və kamal olduğuna görədir. Yəni Allahda olan elm və qüdrət kamildir, insanda olan elm və qüdrət naqis və nöqsanlı və qüsurludur. Bunu necə edir? Ağlın, yəni xassəsidir, ağlın işlərindən biridir ki, biz burada qeyd etdiyim kimi də əgər diqqət etsəniz, ümumiyyətlə, məsələn, insanda olan elm haqqında biz düşündük, insanda olan elm nə kimi xassələrə malikdir? Məsələn, sonradan yaranma və yaxud yox ola bilmə. İnsanda biz əzəldən elmə ki, yiyələnməmişik ki, Quranda da Allah Teala buyurur ki, "Vallahu axrajakum min butuni ummahatikum la ta'lamuna şey'a." Siz Allah bətnindən, ana bətnindən, üzr istəyirəm, ana bətnindən dünyaya gəldikdə bir şey bilmirdiniz. Yəni elminiz sonradan yaranır. Bu sonradan yaranma hadisdir və yaxud kəlamçıların ibarəsi ilə desək, bizim elmimiz hadisdir. Hadis yəni sonradan yaranır. Və həmçinin bu hadisin tərkibində bu mənada var. Haçansa da aradan gedə bilər. Yəni, bu insan elminin xassələrindəndir ki, əvvəlcədən insan alim deyil, sonradan alim olur. Hər hansısa bir zamanda elmini əldən verə bilər. O məşhur Sədinin gözəl bir cümləsi var. İndi yəni yadıma düşdü, qeyd etməyim pis olmazdı ki, Sədi buyurur ki,
çox da öz gözəlliyinlə və elminlə öyünmə ki, haçansa bir xəstəlik onu aradan apara bilər. Yəni elə bir şeylə öyün, elə bir şeylə iftixar etkinən ki, həmişə səninlə olsun. Amma gözəlliyin həmişə səninlə deyil, ola bilsin haçansa bir xəstəlik, qısa bir, balaca bir, yəni cüzi bir xəstəliklə onu əldən verə bilərsən və öyünməyə dəyməz, iftixara dəyməz. Bu Allahın nemətidir, əgər varsa Allahın nemətidir. Mən yəni bunu qeyd etmək istəyirəm ki, bizdə olan sifətlər təbii ki, nöqsanlı və qüsurlu sifətlərdir və bu sifətlər insanda sonradan yaranır. Məsələn, elm kimi sonradan yaranır, haçansı əldən aradan gedə bilər və yaxud vasitələrə möhtacdır. Bizim elm oxumaq üçün müəllim yanına getməliyik, eşitməliyik, gözümüz görməlidir. Məsələn, bəzi hallarda vasitələrə möhtac, dərkimiz olmalıdır, hiss orqanlarımız yaxşı işləməlidir və həmçinin də səhvə düçar ola bilər. Yəni bu xassələr insan elmində olan xassələrdir. Sonradan yaranma, aradan getmə, vasitələrə ehtiyac və həmçinin də ki, səhvə düçar olmaq bizim elmimizdə səhv ola bilər. Hər hansısa bir yanlışlıq baş verə bilər. Yaxşı, ağıl nə kimi? Ağlın gücü buna məhz Allahın sifətlərinə aid deyil. Bu, mən ona görə əvvəldə qeyd etdim ki, ağlın ümumiyyətlə imkanı var. Ağlın bu imkanlara necə deyərlər, malikdir ağıl ki, hər bir şeyi digər bir şeydən ayıra bilir və digər bir şeyin üzərində qura bilir və ümumi bir nəticə ala bilir. Burada da biz Allahın sifətləri haqqında da söhbət etdikdə ağıl bu sifətləri, insanda olan sifətləri nöqsan və qüsurlardan ayırır. Yəni, məsələn, elm sifətində mövcud olan qüsurlar ki, sonradan yaranmadır, aradan getmədir və yaxud da ki, vasitələrə möhtac olmadır və yaxud səhvə düçar olmaqdır. Bu qüsur və nöqsanları elm sifətindən ayırır. Kamil şəkildə qeyd edir ki, bu qüsursuz və nöqsansız sifət indi Allaha isnad verə bilərik. Bəli, bu kamil sifət, Allah belə bir kamil sifətlə vəsf olunur, tövsif olunur. Yəni, bəs Allah alimdir. Deməli, biz bunu dərk edə bildik. Bu tamamilə, yəni nə Allahı insanlaşdırdıq və nə də elə bir dərəcədə qoyduq ki, ümumiyyətlə insan onu dərk edə bilməsin. Xeyr, insan, Allahı endirmirik ağlımızla, aşağı endirmirik. Allah insanın fövqündədir, lakin o fövqdə biz onun sifətlərini qüsursuz və nöqsansız dərk edə bilirik. Bu bir məsələdir ki, ümumiyyətlə bu məsələ önəmli bir məsələlərdəndir ki, hər iki ifrat tərəfdən xilas olmaq üçün lazımlıdır. Yəni, bəziləri deyirlər, ümumiyyətlə biz düşünə bilmərik, yəni düşünsək birdən Allah insanlaşır, biz deyir, düşünürük, amma Allah insanlaşmır. Və bəziləri deyirlər, yox, biz o qədər Allah haqqında düşünə bilərik ki, insanla fərqi yoxdur. Biz bunu da demirik, çünki həqiqətən bunu dərk edirik ki, Allah insandan fərqlidir və insanın fövqündədir. Bu bir məsələ. Digər bir məsələ, biz hardasa Qur'ana biz müraciət etdikdə çox önəmli bir məsələ bundan ibarətdir ki, mən qısa bir izah verim, sonra nəticə alaq. Qur'an bizi təfəkkürə dəvət edib. Qur'an bizi düşünməyə dəvət edib. Müxtəlif ibarələrlə Allah Teala buyurur ki, düşünmürsünüzmü? Təfəkkür etmirsinizmi? Ağlınız yoxdurmu? Və yaxud təfəkkür etmirsinizmi? Bunlar müxtəlif ibarələrdir düşüncə haqqında. Allah təfəkkürə dəvət edib. Müxtəlif ayələrdə, Qur'anda Allah Məhəmməd surəsi, Sad surəsi nümunə olaraq mən burada qeyd etmişəm ki, Allah Teala buyurur ki, əgər diqqət etsəniz, burada da vurğulanıb, Allah Teala buyurur ki, əfələ yetədəbbərunəl Qur'an əm əla qulubin əqfaluha. Qur'anda təfəkkür etmirsiniz. Deməli, Allah düşünmə imkanı insanda var ki, Allah Teala buyurur ki, düşünmürsünüz. Və yaxud da ki, kitabun ənzəlnahu iləykə mübarəkun liyəddəbbəru ayati. Bu bir kitabdır ki, sizə göndərilib ki, Allahın ayələrində düşünəsiz. Lakin bu ümumi bir anlayışdır. Allah Teala buyurur ki, düşünmürsünüz. Lakin sual bundan ibarətdir. Bəli, düşünmə imkanı insanda mövcuddur, necə ki, Qur'anda buyurulur. Amma görəsən, sifətlərdə düşünmə imkanı insan üçün mövcuddur, yoxsa yox? Biz deyirik ki, bəli, sifətlərdə də düşünmə imkanı insanda mövcuddur. Nə üçün? Digər bir ayəni biz misal olaraq, sübut olaraq qeyd edirik ki, Allah Teala müxtəlif ayələrdə öz sifətləri haqqında söhbət etmişdir. Xüsusilə biz Hədid surəsinin 1-5-ci ayələr, 1-ci ayədən 5-ci ayələrinə diqqət etsək, Allahın sifətləri haqqında bəyan edir və həmçinin biz
Həşr surəsi məşhur surədir ki, Allahın sifətlərini ard-ba-ard təkrar və təkrar qeyd edir. Həşr surəsi 22-ci ayədən 24-cü ayəyə qədər diqqət etsək, Allah Teala buyurur ki: "Huvallahu'l-lezî la ilahe illa huvel melikul quddus selamul mu'minul muheyminul azizul cebbarul mutekebbiru subhanallahi amma yüşrikun. Huvallahul khaliqul bari'ul musavviru lehul esmaul husna yusabbihu lehu ma fis semavati vel ard ve huvel azizul hakim." Əgər ayəyə diqqət etsək, Allahın müxtəlif sifətlərini ayədə qeyd etmişdir. Həm zati sifətlər və həm feili sifətlərə işarə etmişdir. Tərtiblə, yəni diqqət olunsa, həm zati sifətlər və həm də feili sifətlər qeyd olunmuşdur. Bu nəyi sübut edir? Yəni biz bundan söhbət nəyi sübut edə bilərik? Yəni bu məsələ ümumiyyətlə bunu sübut edir ki, bir tərəfdən Allah Teala bizi düşünməyə dəvət, düşünmə imkanını bizim üçün açıq edir. Yəni insanda düşünmə imkanı mövcuddur. Necə ki, Qurandan biz bir iki ayə nümunə olaraq qeyd etdik. Digər tərəfdən Allah Teala öz sifətlərini bəyan edir. Nəticə etibarilə biz nəticə alırıq ki, ola bilərmi Allah Teala elə bir şeyi Quranda bəyan etsin ki, biz onu dərk edə bilməyək? Və yaxud ayrı bir söz, biz Əllamə Təbainin Əl-Mizan təfsirində o böyük dahi şəxsiyyət çox gözəl bir nəticə alır və buyurur ki, ola bilərmi Allah Teala təfəkkürə dəvət etsin, amma mərifət qapısını bizim üçün açmasın? Yəni mərifət təfəkkürün nəticəsidir. Əgər biz təfəkkür ediriksə, düşünə biliriksə, mərifət əldə edə bilərik. Ola bilərmi Allah Teala təfəkkürə dəvət etsin? Buyurur ki, düşünün. Amma sonda desin ki, siz heç bir mərifət əldə edə bilməzsiniz. Bu tamamilə abstrakt və absurd və yanlış bir, adi bir insan haqqında bu düşünülə bilməz. Ola bilərmi ki, mən sadə bir misal vurum, ola bilərmi ki, hər hansısa bir şəxs sizə bir ev adresini versin, ev mənzilini göstər və yaxud mən deyim, hər hansısa bir yerdə mənzilimin adresini verim və deyim ki, qonağı gələrsiniz və gəldikdə görəsiniz ki, orada heç bir mənzil yoxdur, heç bir yer yoxdur, heç bir ev yoxdur. Bu adi bir insan haqqında düşünülə bilməz, o ki, qalsın Allah haqqında. Yəni, bunu nəticə alırıq ki, Allah Teala Quranda insanları düşünməyə dəvət etmişdir. Siz düşünə bilərsiniz. Və öz sifətləri haqqında da bəyan edir ki, mən belə bu sifətlərə malikəm, zati sifətlər, feili sifətlər, mən bu sifətlərə malikəm. Amma sonda desin ki, siz bu sifətlər haqqında heç bir təsəvvür əldə edə bilməzsiniz, bu sifətlər dərk daxil ola bilməz, bu sifətlər haqqında idrakin yolu yoxdur. Bu tamamilə absurd bir anlayışdır. Allah Teala belə bir belə bir qüsurlu bir cəhətdən yəqin ki, uzaqdır. Ona görə biz nəticə alırıq ki, xüsusilə Əllamənin sözünü mən rəhbər tutub, yəni qeyd edirəm ki, bu çox önəmli bir məsələdir ki, Allah Teala təfəkkürə dəvət edib və əgər təfəkkürə dəvət edibsə, onun nəticəsini də bizim üçün açıq elan edir. Onun nəticəsində bizim üçün açıq qoyub. Yəni bu təfəkkürün təbii formasıdır ki, əgər insan təfəkkürə dəvət olunursa, deməli mərifət də mümkündür. Allah Teala buyurur ki, təfəkkür edə bilərsiniz, deməli mərifət də hasil edə bilərik. Xüsusilə də məhz Allahın sifətləri haqqındakı təkrar biz Quranın müxtəlif yerlərində, müxtəlif ayələrdə Allahın sifətlərini izləyirik. Ola bilərmi Allah Teala elə bir şey bizim üçün bəyan edir ki, bizim dərkimizə daxil deyil, bizim dərkimizdən uzaqdır. Bu mümkün olan bir şeydir. Elə bir ki, hər hansısa bir şəxs, yenə də təkrar edirəm, hər hansısa bir şəxs evin, mənzilinin adresini verir, amma o yerdə heç bir mənzilin olmamasını getdikdə görürsünüz ki, o yerdə heç bir mənzil mövcud deyil. Bu belə ola bilməz. Bəs nəticə alırıq ki, Allah Teala Quranda insanları ki, təfəkkürə dəvət edir. Mütləq bu təfəkkür nəticəsi mərifətdir və digər bir tərəfdən də əgər sifətlərini də bəyan edirsə, deməli bu sifətlərdə təfəkkür edib biz mərifət əldə edə bilərik. Həmçinin mən üçüncü bir sübut kimi, yəni sübut olaraq qeyd etmək olar ki, biz Allah Teala haqqında söhbət etdikdə İslam ümumiyyətlə və Quran fəlsəfəsi və Quran baxışı bundan ibarətdir ki, insanı Allahla əlaqədə saxlasın, insanın əlaqəsini, rabitəsini Allahla düzəltsin. Və əgər heç bir mərifət Allah haqqında biz əldə edə bilməsək, necə bu əlaqə düzələ bilər, necə bu rabitə düzələ bilər? Rabitə və əlaqə qarşı tərəfə mərifətdən sonra yarana bilər.
Əgər biz Allahın sifətləri haqqında düşünə bilmiriksə, Allahın sifətlərini tanıya bilmiriksə, Allahın sifətlərinin dərki mümkün deyilsə, biz Allahla heç bir əlaqə və rabitə saxlaya bilmərik və bu da Quran və İslamın hədəfinə ziddir. Halbuki Quran vurğulayır ki, təsdiq edir ki və məhz buna görə, yəni İslam, Allah Teala İslamda bizim üçün qoyduğu hədəf bundan ibarətdir ki, insanın yaranışından hədəf budur ki, Allaha ibadət etsin və ibadət də məhz mərifətə söykənir. Mərifət necə mərifət? Allahın mahiyyətini biz qeyd etdik ki, Allahın mahiyyətini dərk etmək mümkün deyil. Özü buyurur ki, la yuhituna bihi elmən, Allahın mahiyyətini və zatını də hər bir kəs dərk edə bilməz. Bəs necə dərk? Allahın sifətləri vasitəsilə biz dərk edirik. Əgər sifətlərini də dərk etmiriksə, deməli biz Allahla heç bir əlaqə və rabitə qura bilmərik. İbadət ediriksə kör-körana ibadət edirik, bilmirik kimə ibadət edirik, baş əyirik və bu absurd bir anlayışdır. Deməli, Allahın sifət nəticə alırıq ki, əgər İslam və Quran baxışı insanın Allahla əlaqəsini və rabitəsini düzəldirsə və bu rabitə mərifətə söykənir və bu mərifət Allahın sifətləri vasitəsilə mümkündür. Bu da digər bir məsələdir ki, diqqət almaq lazımdır və sonda 4-cü mərhələdə bunu qeyd etmək istərdim ki, Quranda Allah Teala özü Peyğəmbərə buyurur ki, insanları mənim sifətlərimdən agah et və xüsusilə yəni bu aşkar şəkildə mən əbədə Hicr surəsi, burada üzr istəyirəm, Fəcr surəsi qeyd olunur. Hicr surəsinin 42-ci ayəsində Allah Teala buyurur ki, və nəbbi ibadi ənni ənəl qafurur rəhim və innə azabi huvəl azabu şədid. İnsanlara mənim mehriban, bağışlayıcı və qüfran və rəhmət sifətimdən agah et. Və həmçində insanlara çatdığı ki, mənim əzabım da əziyyətli, şiddətli və möhkəmdir. Yəni bu nəyi çatdırır? Bunu çatdırır ki, insanlar agah edən, insanlar düşünə bilərlər. İnsanlara de ki, mən rəhmət sahibiyəm, rəhman sahibiyəm, qüfran sahibiyəm. Həmçinin də digər tərəfdən əzabım da mövcuddur, şiddətli və möhkəm əzabım da mövcuddur. Bu da digər bir nümunədir ki, biz əqli nöqteyi nəzərdən, Quran baxışından nəticə alırıq ki, biz Allahı düşünə bilirik, Allahın sifətlərini dərk edə bilirik və tamamilə Allahı insanlaşdırmadan və Allahı tamamilə dərkdən təcrid etmədən biz Allahın sifətləri haqqında düşünməyə qadirik və bu insan üçün mümkündür. Burada mən söhbətimi tamamlayıram və inşallah gələn söhbətlərdə məsələlər, yəni sifətlər haqqında xüsusilə sifətli tövhid anlayışını inşallah